آن پرچم علی ucatmışıq biz məktəbində izzət kazanmışıq biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. Bugünkü söhbətimizdə inşallah Allahın izniyle mübarək Ali İmran suresinin 50-ci ayəsindən başlayaraq oxuyub izah eləməyə çalışacağım. Ondan sonraki ayələri eyni qayda ilə oxuyub izah edəcəyik. Mübarək Ali İmran suresinin bir hissəsi bildiyimiz kimi Həzrət İsa aleyhissalamdan, anası Məryəmdən və onların ailəsindən söhbət edir. Hələ də söhbət İsa aleyhissalamın barəsində olan ayələrdədir. 50-ci ayədə İsa aleyhissalamın özündən qabaqki gələn Tövratın təsdiqləyicisi olmağına işarə olunur. Buyurur ki, və musaddiqən, yəni ursiltu musaddiqən. Musaddiqən zahirən burada haldır. Yəni təsdiqləyici halda göndərilmişəm. Və yaxud da ki, deyək, mümkün məf'ulun bih də ola bilər. Ərsələniyəllahu musaddiqən, amma elə biləm hal daha yaxşıdır. Və musaddiqən, göndərildim, təqdirdə o feil özü gizlindədir. Və musaddiqən, təsdiqləyici olaraq, təsdiqləyici halda lima beynə yədəyyə minət-Təvrah, özümdən öncəki Tövrat, yəni Musa əleyhissalam Tövratın təsdiqləyici ünvanında göndərildim. Və liuhillə ləkum ba'dəl-ləzi hurrimə aləykum, və sizin üçün halal etməyə, halal edim deyə gəldim, göndərildim. Ba'dəl-ləzi hurrimə aləykum, sizə haram edilənlərin bəzisini. Bəzi təfsir alimlər buyurur ki, Bəni İsrailə bir sıra şeylər haram edilmişdi. Bəzi axmaq hərəkətlərinə görə Allah cəzalandırmışdı. Bəzi şeylər onlara qadağan eləmişdi. O cümlədən dəvə əti idi, piy idi, heyvanın piyisi idi. Məsələn, dəvənin ya inəyin piyisi idi. Qarın bağırsığın üzərindəki o yağ təbəqəsi var, pərdəsi ki var, o idi. Bəzi quş ətləri idi. Xülasə bir sıra şeylər qadağan edilmişdi. İsa aleyhissalam onlara müjdə verir ki, Allah Taala məni göndərib Tövratı təsdiqləyəm və sizə haram edilmiş şeylərin bəzisini sizə halal edəm. Və liuhillə ləkum, və bunun üçün ki, sizə halal edəm ba'dəl-ləzi hurrimə aləykum, yəni bəzi şeylər ki, sizə haram edilmişdir. Və ci'tukum bi ayətin min rabbikum, və Rəbbiniz tərəfindən sizin üçün bir ayə ilə gəldim. İsa aleyhissalamın ayələri çox idi. Mümkündür burada bir ayətin, yəni mümkündür İncil kitabına işarədir. Sizin üçün Rəbbiniz tərəfindən bir ayə ilə gəldim. Fəttəqullahə, Allahdan qorxun, və ati'un, və mənə itaət edin. Dəfələrlə demişik ki, Allahdan qorxun. Təqva sözü əsl mənası Allahdan qorxmaq demək deyil. Biz öz dilimizdə bu cür deyirik. Fəttəqullah, yəni Allahdan, belə də ittəqu, yəni saxlanın, qorunun. Allahdan ki, qorunmaq olmaz. Yəni Allahın qadağan etdiyi haramlardan, günahlardan çəkinin ki, Allah sizi cəzalandırmasın. Və ati'un, və mənə itaət edin. Əslində ati'uni idi. Bundan sonra ya-i mütəkəllim vardı, amma ərəb ədəbiyyatında caizdir ki, bir sıra hallarda, xüsusən də sözün sonunda, əgərsə ya-i mütəkəllimin mənası başa düşüləcəksə, o halda onu həzf eləyərlər, götürərlər, yerinə kəsrə verərlər. Ati'un, yəni mənə itaət edin. Allahdan qorunun, Allahdan qorxun və mənə itaət edin. Bu oldu 50-ci ayə. Sonra buyurur ki, İnnəllâhe Rabbi və Rabbukum fa'buduh, həzə siratun müstəqim. 51-ci ayədə Həzrət İsa Məsih aleyhissalam buyurur ki, İnnəllâhe Rabbi və Rabbukum fa'buduh. Həqiqətən Allah həm sizin və həm də
mənim Rəbbimdir. Həm mənim Rəbbimdir, həm də sizin Rəbbinizdir. Fa'buduh, ona ibadət edin. Həzə siratun müstəqim. Budur düzgün yol, nicat yolu, insanın xilas yolu. Deməli onda təkcə Allaha iman gətirmək kifayət eləmir. İnnəlləhə Rabbi və Rabbukum. Rəbb sözünün mənası idarəçi deməkdir. Necə ki, deyirsən, məsələn, bədən tərbiyəsi. Tərbiyə nə deməkdir? Onu inkişaf elətdirmək, idarə eləmək. Ya məsələn, deyək ki, ərəblər qadına Rəbbətul Beyt deyil, yəni evin idarəçisi. Allahın da adı Ər-Rəbb, Allahın ən gözəl adlarından, sifətlərindən biridir. Yəni aləmin idarəçisi. Bir dəfə insan evin idarəçisi olur, nə məktəbin, xəstəxananın, nə yolun, nəyin idarəçisi. Bir də olur, bütün bu aləm və aləmdəkilər, bütün bu yaradılış və onun içindəkilərin hamısının idarəçisi yalnız Allahdır. Buyurur ki, İnnəlləhə Rabbi və Rabbukum fa'buduh. Həqiqətən Allah mənim və sizin Rəbbinizdir. Fa'buduh, ona ibadət edin. Deməli, onda təkcə iman gətirmək, Allahı tanımaq kifayət eləmir. Gərək ona bəndəlik də eləyəsən. U'buduh, ibadət edin. İbadət o deməkdir ki, yəni Allah Taala necə istəyibsə, o cür ibadət eləyəsən. Nəinki sən necə kefin istəyir ibadət eləyəsən. Əgər məsələn deyir ki, burada namaz qıl, deyəsən baş üstə. Namazı tərk elə baş üstə. Bəzən deyir ki, oruç tut, bəzən deyir oruç tutma. Bəzən deyir namazı 4 rükət qıl, bəzən deyir 2 rükət qıl. Bəzən deyir xums ver, bəzən deyir vermə. Xülasə Allah nəyə əmr eləyibsə, onun istədiyi kimi Allaha itaat eləyərsən, ona deyilər bəndəlik. Fa'buduh, ona ibadət edin. İman gətirin, mənə itaat eləyin, yəni Peyğəmbərə itaat eləyin. Həzə siratun müstəqim. Budur doğru yol, düzgün yol. Sirat yol deməkdir, müstəqim də düz. Budur düzgün yol. Yəni nicat yolu, yəni xilas yolu. Əgər istəyirsinizsə Allahın əzabından xilas olasınız, yeganə yol budur ki, Allaha iman gətirəsiniz və mən Peyğəmbərin itaatində olasınız, gətirdiyim qayda qanunlara riayət edəsiniz, onda xilas ola bilərsiniz, onda nicat tapa bilərsiniz. Fələmmə 52-ci ayə. Fələmmə əhəssə İsa minhumul küfrə qalə mən ənsari iləllah. قال الحواريون نحن أنصار الله آمنا بالله واشهد بأننا مسلمون. Buyurur ki, fələmmə, elə ki, o zaman ki, əhəssə, hiss etdi İsa aleyhissalam minhumul küfrə, onlardan küfrü, yəni Bəni İsraildən ki, küfr eləməyin gördü, ya ətrafındakıların bəzilərin küfrə meyilli gördü. Qalə mən ənsari ilallah, kimdir mənə yardımcı olsun? Ənsar yəni köməkçi. Nəsarə sözü, nəsarə yansuru, bir nəfərə kömək etmək, yardım etmək deməkdir. Cəmi olur ənsar. Nasir bir nəfərdir, ənsar da cəmidir. Kimdir mənim köməkçilərim ilallah, Allaha gedən yolda, Allah tərəf? Kimdir ki, Allaha tərəf gedən yolda, yəni Allah dininin qorunmasında mənə yardımcı olsun? Qalə mən ənsari ilallah. Qaləl həvariyyun. Həvarilər dedilər, deyəcəm nədir həvarilərin mənası nə deməkdir? Həvarilər dedilər, nəhnu ənsarullah. Bizi Allahın köməkçiləri. Əmənnə billah. Ona Allaha iman gətirdik. Vəşhəd və şahid ol bi ənna muslimun. Həqiqətən biz müsəlmanlarıq, Allah təslim olanlarıq. Əvvəlcə dayanaq həvari kəlməsində. Buyurur ki, İsa aleyhissalam elə ki gördü qövmü küfrə tərəf hərəkət elədi, kafir olurlar. Dedi ki, bu kafirlərə qarşı döyüşmək lazımdır, kafirlərə qarşı bir proqram cızmaq lazımdır. Kimdir Allah yolunda mənim köməkçilərim? Həvarilər dedilər ki, biz Allahın köməkçiləriyik. Kimdir həvarilər? Bir neçə təfsir deyiblər. Lüğəti mənası gözün ağının ki, ağlıq olur, ağappaq olur, ona deyilər həvari. Və yaxud da ki, yuyulmuş, təmizlənmiş, pakizə. Ola bilsin ki, ya gözün ağı ki, parıldır, ağappaq olur, gül kimi və qarası da qapqar olur. Necə ki, hurul-əyn ki, Quranda gəlibdir, hurul-əyn.
Niyə görə hurul eyn deyirlər? Deyirlər ki, əgər qızın gözünün ağı ağappaq olursa, qarası da qapqara olursa, bu qızın gözəlliyinin rəmzidir və elə olan halda o ağla qara ki, bir-birinin yanında olan çox gözəl formada görsən, eyni zamanda da elə yapışır ki, ortada artıq fasilə yoxdur. Deməli onda ağın qaraya yapışan yerinin ki fasiləsi yoxdur. Həvarilər də kişinin həvarisini, peyğəmbərin ya imamın həvarisi o şəxsə deyir ki, o qədər yaxındır ki, ortalarında artıq fasilə yoxdur. Hara gedirlər, bir yerdə gedirlər, çörək yeyirlər, bir yerdə yeyirlər, səfərə çıxırlar, bir yerdə çıxırlar. Yəni ayrılmaz dost, ayrılmaz iki yoldaş. Ya bu mənasındadır, ya da təmizlik mənasındadır ki, ruhların pakladılar və ətraflarında paklanmağa məşğul oldu. Necə ki, bəzi təfsirlərdə gəlib, yəni İsa əleyhissalamın həvariləri o şəxslər idilər ki, özlərini paklamışdılar və ətraflarında paklayırlar, təmizləyirdilər, gül kimi parıldadırdılar ətrafların mənəvi cəhətdən və yaxud da ki, İsa əleyhissalama son dərəcə yaxın idilər. Xülasə, həvari sözünün mənası şəxsin, kişinin ən yaxın yoldaşı, ən yaxın dostu deməkdir. Buyurur ki, qaləl həvariyyunə, həvarilər dedilər, nəhnu ənsarullah, bizik Allahın köməkçiləri. Heç şübhəsiz ki, Allahın köməyə ehtiyac yoxdur. Bu təbir Quranda bir neçə yerdə gəlib ki, məsələn deyək, in tansurullah yansurkum. Əgər Allaha yardım etsəniz, Allah da sizə yardım edər. Təbii ki, Allahın yardıma ehtiyacı yoxdur. Allaha yardım, yəni Allahın peyğəmbərlərinə yardım, Allahın imamlarına yardım, Allahın dininə yardım. Allah zəifdir, kimsə ona yardım eləsin. Amma bu baxımdan ki, peyğəmbərləri, imamları, dini, kitabları Allah göndərir, ona görə də onlara yardımı özünə yardım kimi dəyərləndirir. Məsələn, fərzən deyək, bir nəfərin oğlun çətin çıxılmaz bir yerdən çıxardır, atası gəlir, sən ki mənə kömək elədin, sən ki mənə kömək elədin. Sənə nə verim ki, məsələn deyib, ürəyim rahat olsun. Mənə kömək elədin. Uşağa köməyi özünkü kimi görür. Niyə? Çünki o uşaq özündən görür. Allah da peyğəmbərlərinə, imamlarına yardımı, dininə yardımı, özünə yardım görür. Yoxsa Allahın yardıma ehtiyacı yoxdur ki. Yəni kimdir ki, Allahın peyğəmbərinə, Allahın dininə yardım eləsin? Həvarilər dedilər ki, bizi Allahın köməkçilərini, bizi Allahın dininin köməkçiləri. Qaləl həvariyyun nəhnu ənsarullah, əmənnə billah, biz Allaha iman gətirdik, vəşhəd, sən şahid ol, bi ənna muslimun, həqiqətən biz müsəlmanlarıq, Allah təslim olanlarıq. Dedi ki, qabaqda qeyd elədi, bütün dinlər Allah yanında eyni dindir, hamısı İslam dinidir, Allah təslim olmaq dinidir. Vəşhəd, ya İsa, ya Məsih, salamullahi aleyk, İşhəd bi ənna muslimun, şahid ol ki, biz müsəlman, həqiqətən biz müsəlmanlarıq. Çünki hər bir peyğəmbər öz ümmət üzərində şahiddir. Sən şahid ol, qiyamətdə şəhadət ver ki, biz müsəlmanlarıq. Burada istəyirəm ki, bir dənə maraqlı bir rivayət vardı. Heyfdir, onu oxumamış keçməyək. İmam Cəfər Sadiq əleyhissalamdan gözəl bir rivayət vardı. Doğrudan insan bu rivayəti oxuyanda keyf eləyir, ləzzət alır, şiəliyindən bir zövq alır, bir ləzzət alır. Nədir o rivayət? Hansıdır o rivayət? Buyurur ki, Anis-Sadiq aleyhisselam, İnnə həvariyyə İsa aleyhisselam kanu şiətəh. İsa aleyhisselamın həvariləri onun şiələri idi, onun davamçıları idi, onun silahdaşları idi, onun arxasında gedənlər idi. Şiə sözünün mənası ardınca gedən, onun arxasında dayanan. Və innə şiətənə həvariyyuna, bizim də şiələrimiz, bizim həvarilərimizdir. Sonra buyurur ki, və ma kana həvariyyu İsa aleyhisselam bi atva lehu min həvariyyina lana. İsa aleyhisselamın həvariləri bizim həvarilərimizdən, yəni İsa aleyhisselamın həvariləri ona itaət məqamında bizim həvarilərimizin bizə itaət məqamında heç də bizinkilərdən üstün deyildi. Yəni bizim şiələrimiz, bizim həvarilərimiz İsa əleyhissalamın həvarilərindən daha itaətkar idi, daha yaxşı idi, daha üstün idi. Yəni İmam Sadiq əleyhissalam ki, mənim şiələrim İsa əleyhissalamın şiələrinin, həvarilərindən daha yaxşıdır. Niyə görə Həzrət o ayədə keçən mənaya işarə ki, bu və innəmə qalə İsa əleyhissalam
للحواريين من أنصاري إلى الله قال الحواريون نحن أنصار الله. İsa aleyhissalam həvarilərə dedi ki, kimdir Allah yolunda mənə yardım etsin? Həvarilər dedilər ki, biz Allahın yardımçılarıyıq. Sonra buyur ki, fəla vallah ma nəsəruh minəl yəhud və la qateluhum dunə. Yox, belə olmadı. And olsun Allaha ki, onlar, yəni İsa'nın həvariləri, onu belə Yahudilərin qarşısında İsa'ya kömək etmədilər. Və la qateluhum dunə və onun uğrunda döyüşmədilər. Niyə? Çünki Yahudilər iddia ilə ki, biz İsa'nı öldürdük. Gəlmə qabaqda işarə eləyəcək ki, öldürmədilər, amma onlar o cür fikirləşdilər. Və la qateluhum dunə və onlar İsa'nın uğrunda döyüşmədilər. Və şi'atuna vallahi ləm yezalu munzu qabadallahu azza zikruh rasuləh sallallahu aleyhi və aleyhi və səlləm yansurunna və yuqatilunə dunəna. Amma bizim şiələrimiz and olsun Allaha ki, Peyğəmbərin vəfatından sonra hər nəyi bacardılarsa, hər bir imkanlarla bizə yardım elədilər. Yansurunna, bizə daimi kömək elədilər. Və yuqatilunə dunəna, davamlı şəkildə bizim qarşımızda qılınc vurdular, döyüşdülər. Və yuhraqunə və yuazzabun. Yuhraqun, yəni yandırıldılar bizim yolumuzda. Yuazzabun, əzab, işgəncə gördülər. Və yuşərrədun, evlərindən, eşiklərindən didərgin salındılar. Amma filbuldan cəzahumullahu anna xeyrən. Onlar bu qədər əzab, əziyyətə, işgəncələrə məruz qalsalar da bizdən əl çəkmədilər və bizim yolumuzda əlindən gələn imkanlarla bizi qorudular və hər şeyin bizim yolumuzda qurban verdilər. Sonra Həzrət buyurur ki, cəzahumullahu anna xeyra. Allah bizim tərəfimizdən onları xeyirlə mükafatlandırsın. Deməli, onda hər bir şeyə bu cür hədisləri eşidəndə gərək ləzzət alsın ki, mənə Allah Taala nə boyda neymət verir və şükür eləsin ki, o neymətin əvəzin, o neymətin şükrün yerinə yetirə bilsin və haqqın ödəyə bilsin. Deməli, onda İmam Əleyhissalam iftixar eləyir şiələri ilə ki, bizim şiələrimiz İsa Aleyhissalamın şiələrindən daha yaxşıdır. Onlar İsa'nı qorumadılar. Bizim şiələrimizdə canı ilə, malı ilə öldürsələr də, yandırılsalar da, hər cür işgəncələrə məruz qalsalar da bizi qorudular və bizdən əl çəkmirlər və çəkməyəcəklər. Necə ki, məsələn, deyək, Səlman, Əbu Zər, Miqdad, necə müdafiə elərlər canları ilə, malları ilə. Əbu Zər qoca kişi idi. Şamdan Maviyə mindirdi. Lüt çılpaq bir dəvəyə Mədinəyə yola saldı. Elə ki, Mədinədə dəvənin üstündən düşürdəndə Əbu Zəri ilə 1000 kilometr, 1500 kilometr yoldur. Adicə bir insan oturduğu yer bir daş üstü, məsələn, deyə biraz bərk olur. Yarım saatdan sonra deyir ki, məsələn, deyə otura bilmirəm, ağrıyıram. 1500 kilometri çılpaq dəvənin üstünə gedəsən, deyir ki, dəvənin üstünə qıçının əti yapışmışdı, dərisi yapışmışdı. Nəyə görə? Əli Əleyhissalamın məhəbbətinə görə. İmam Hüseyin Əleyhissalamın səhabələr nə deyirlər İmam Hüseyin Əleyhissalama? Ya Əba Abdillah, əgər bizi öldürsələr, nə bilim, doğrasalar, yandırsalar, külümüzü göyə sovursalar, 70 dəfə, 1000 dəfə də bunu təkrar eləsələr, səndən əl çəkməliyik. Əli Əleyhissalamın Kumeylləri, nə bilim, əsbəqləri, malikləri, digər böyük şəxsiyyətlər və sonraki imamlarında həmçinin həvariləri doğrudan da əməli ilə sübut elədilər ki, onlar necə ki, zərr aləmində Allaha vədə vermişlər, bu aləmə gələndən sonra da doğrudan da ən ali formada imamları müdafiə elər. Təbii ki, onlar az bir qismidir və əhdə vəfadar oldular, əhdlərinə xilaf etmədilər. Xülasə, İmam Əleyhissalam sanki öyünür ki, mənim şiələrim İsa Əleyhissalamın şiələrindən daha üstündür. Sonra buyurur ki, Rabbənə 53-cü ayə. Rabbena amennâ bimâ enzelte vettebe'nâ'r rasûle fektubnâ ma'aş-şâhidîn. Zahiri həvarilərin sözüdür, amma bütün möminlərə, bütün müsəlmanlara da aid etmək olar. Onlar dedilər ki, Rabbena, ey bizim Rəbbimiz, amennâ bimâ enzelte, sənin nazil etdiyinə ki, İncildir, ona iman gətirdik. Vettebe'nâ'r rasûl, və Peyğəmbərə, yəni İsa Aleyhissalama itaat etdi, tabi olduq. Fəktubna ma'aş-şahidin, bizi şahidlərlə birgə yaz. Şahidlər kimlərdir? Dedik ki, hər bir Peyğəmbər öz ümmətinin şahididir, hər bir imam öz zamanəsinin insanlarının şahidi. Yəni, böyük insanlar, Allahın övliyaları, bizi Allahın övliyalarla bir cərgiyə yaz. 54-cü ayə.
Buyurur ki, və məkəru və məkərəllah. Onlar məkr etdilər, deyəcəm nədir? Və məkərəllah, Allah da məkr etdi. Və məkəru və məkərəllah, vallahu xayrul məkirin. Onlar da məkr etdilər, Allah da məkr etdi. Allah məkr edənlərin ən xeyirlisidir. Məkr indiki müasir ərəb dilində məkr deyəndə məqsədləri hiylə, bir nəfərə fırıldaq gəlmək, onu hiylə ilə aldatmaq, nə bilim, onun başına papaq qoymaq, ona zərbə vurmaq, ona zərər yetirmək, bu mənada işlənir. Amma Rağib müfrədatında Rağib İsfahani ki, Quran kəlmələrinin izahında ən çox istifadə olunan kitab onun kitabıdır, yəni onun müfrədat kitabıdır. Rağib müfrədatında qeyd edir ki, məkərə sözünün əsl ərəb dilindəki lüğəti mənası sərf-ü şəxs əmma yəqsuduh. Bir nəfəri qarşısına məqsəd qoyduğu işdən döndərməyə deyirlər. Xeyrən kənə və şərrən, istər xeyri iş olsun ya şərr olsun. Bir nəfəri etmək istədiyinə nail olmağa mane olursansa, onun qarşısını alırsansa, etmək istədiyindən çəkindirə bilirsənsə, onda məkr sayılır. Və məkəru və məkərəllah, onlar məkr edir, onlar bir sıra hilələr, fırıldaqlar, bir sıra planlar cızdılar, yəni plan cızdılar və məkərəllah nə idi? İsa əleyhissalamın təbliğinə qarşı çıxsınlar, onun təbliğatının qabağını alsınlar, onu hətta öldürməyə qədər gəldilər və məkərəllah, Allah da məkr elədi, Allah da onların istədiyinin qarşısını aldı, ona mane oldu. Onlar əyri planlar cızdılar, Allah da bir planlar cızdı ki, onların planların alt-üst elədi. Və məkəru və məkərəllah, vallahu xayrul məkirin. Allah Taala məkr edənlərin, plan cızanların ən xeyirlisidir. Deməli onda Allah Taala burada müsbət, bütün yerdə, həmçinin bu yerdə də yenə müsbət mənası ilə planları alt-üst edəndir. Yəni onlar pis plan cızırdılar, Allah Taala öz planları ilə onların planını alt-üst elədi. Vallahu xayrul məkirin. Ona görə də bəzən görürsən ki, insanlar ya ərəb dilin bilməməzlikdən, ya xəbislikdən bu cür ayələr Allah məkr edir, Allah da hiylə gəlir. Amma başa düşmürlər ki, Allahın məkri bizim başa düşdüyümüz hiylə mənasına deyil. Bəlkə nədir? Qarşı tərəfi çatmaq istədiyi məqsəddən daşındırmaq, onun planlarını alt-üst eləmək deməkdir. Xülasə və məkəru və məkərəllah, onlar iyrənc qara planlar cızdılar və məkərəllah, Allah da onların planını alt-üst elədi. Vallahu xayrul məkirin, Allah Taala məkr edənlərin ən xeyirlisidir. Bu da oldu 54-cü ayə. 55-ci ayə. Buyurur ki, İz qalallahu ya İsa inni muteveffike ve rafi'uke ileyye ve mutahhiruke minellezine keferu ve ca'ilullezine etteba'uke fevkallezine keferu ila yevmil kıyameh. ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِي مَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ. Bu ayədə Allah Müteala İsa Aleyhisselama bir müjdə verir. Qeyd elədi ki, onlar məkr elədilər, istədilər ki, İsa Aleyhisselamı öldürsünlər. Və Yahudilər, söhbət Yahudilərdən gedir. Yahudilər İsa Aleyhisselamı öldürmək istədilər və İsa Aleyhisselamın əshabından biri, yaxınlarından biri, belə deyək də, casusluq elədi, bəzi xəbərlər çatdırdı, İsa Aleyhisselamın, məsələn, yerin xəbər verdi, nə elədisə, bəzi rivayətlərə görə Allah Taala həmən şəxsi İsa Aleyhisselamın formasına saldı, onlar da onu öldürdülər, elə bildilər ki, İsa Aleyhisselamı öldürüblər. Hətta İsa'nın yaxınları belə, xristiyanlar belə, elə bildilər ki, İsa öldürülüb, dar ağacına çəkilib, necə ki, indi axmaq fikirlərin elə ki, İsa dar ağacına çəkildi, İsa o cür işgəncələrə məruz qaldı ki, bizim günahlarımızı bağışlatdırsın. Bütün bunlarımızı batil əqidədir. Quran-ı Kərim bunun hamısının əksinə İsa Aleyhisselamın öldürülmədiyinə və Allah tərəfindən səmaya qaldırıldığına işarə edir. Buyurur ki, İz qalallahu ya İsa, inni muteveffike. Xatırla o zamanı ki, Allah dedi, ey İsa, inni muteveffike, həqiqətən mən səni vəfat etdirəcəyəm. Vəfat
Təvəffa, yətəvəffa sözünün mənası bir şey tam şəkildə, kamil şəkildə götürməyə deyirlər. Ona görə də müfəssirlər arasında bu bəhs vardı ki, İsa aleyhissalam öldürüldü, aparıldı səmaya, ya diri-diri aparıldı. Hər iki ehtimal vardı. Çünki mütəvəffa sözü, təvəffi sözü öldürmək mənasında da, ölmək mənasında da var, bir şeyi bütöv götürmək mənasında. Deyirəm vəffəytu əcri, yəni mükafatımı, əcrimi, zəhmət haqqımı tam aldım, yarımçı almadım. Təvəffa, vəffa bir şey bütöv vermək ya bütöv almağa deyərlər. O ki, deyirik, Quran-ı Kərimdə bir neçə yerdə ölüm mənası, öldürülmək mənası, təvəffi mənası ilə, təvəffi sözü ilə keçirilibdir. Sanki insan bütün ruhun əldən verəndən sonra artıq bir şey qalmır ortada. Yəni qalanda saxlamırlar, məsələn, qoyulur torpağın altında bir şey qalmır. Ona görə təvəffi sözünün belə də kinayi mənası, ikinci mənası ölüm mənasına işlənir. Ona görə də konkret, dəqiq məna demək olmaz ki, burada İsa aleyhissalamın ölümündən danışır. Ölüm mənası da ola bilər, bütöv götürmənin, cismin də, ruhunu da aparmaq mənasında da ola bilər, bütöv aparmaq. Ona görə də Allah Təbarək də digər müfəssirlərdə konkret bir qərara gəlməyiblər ki, İsa aleyhissalam öldürülüb apardı, ya diri-diri aparıldı. Hətta öldürülsə belə böyük ehtimal ki, sonradan təzədən Allah Taala ruhun bədəninə qaytardı, diriltdi. Niyə? Çünki sünni və şiələrin arasında, yəni bütün müsəlmanlar arasında məşhur nəzər budur ki, 4 dənə peyğəmbər diridir. Həmən o 4 peyğəmbərin biri də İsa aleyhissalamdır. İsa aleyhissalam, İlyas aleyhissalam, İdris aleyhissalam və Xadır aleyhissalam ki, biz Xızır deyirik, Xadır aleyhissalam. Selamullahi ala enbiyaillahi və rusulihi və avliyaih. Xülasə, deyir ki, ya İsa, inni mütəvəffikə, mən səni bütöv götürəcəyim, yaxud da ki, vəfat etdirəcəyəm və rafi'ukə iləyyə və səni özümə tərəf yüksəldəcəyəm, qaldıracağam. Rafi'ukə iləyyə, bu belə mənəvi mənayla Allah bir yerdə deyir ki, özünə tərəf qaldırsın. Allah nə göydə deyil, nə yerdə deyil. Necə ki, bəzi vəhabilər ya bəzi sünnilərin bəzi qismi deyir ki, Allah göydədir. Bu batil sözdür. Allah nə göydə deyil, nə yerdə deyil. Göyün də yerində xaliqidir. Göydə və yerdə olmaq cismin xüsusiyyətidir, maddənin xüsusiyyətidir, məxluqun xüsusiyyətidir. Allah isə məxluq deyil ki, Allah göyü də, yeri də, zamanı da, məkanı da yaradandır. O heç vaxt zamana, məkana sığışmaz. Ona görə rafi'ukə iləyyə, yəni mənəvi cəhətdən səni yüksəldəcəm özümə tərəf. Və mutahhirukə minəl-ləzīnə kəfəru və səni kafir olanlardan təmizləyəcəyəm. Mutahhirukə minəl-ləzīnə kəfəru. Səni kafirlərdən təmizləyəcəyəm. Sən ki, o kafirlərin içindəsən, səni onların arasından götürməklə paklayacağam. Çünki insan hər nə qədər nəcis içində, mundar içində qalırsa, istər-istəməz, hər nə qədər özünü qorusa da yenə də nəsə ona bir xələl törədir. Bir var məsələn deyə İsa aleyhissalam kafirlərlə, Bəni İsraillə, münafiqlərlə bir yerdə qalsın, bir də var qalsın Allahın səmada peyğəmbərlərin imamları ilə və mələkləri ilə birgə qalsın. Deməli onda o kafirlərlə qalmaqdansa, o nəcis, ruhu nəcis, murdar olan insanlardan ayrılıb yuxarı qalxmaq daha nə idi? Gözəl idi İsa aleyhissalam üçün. Buyurur ki, və mutahhirukə minəl-ləzīnə kəfəru və səni kafir olanlardan təmizləyəcəm, yəni onlardan ayıracağam, qaldıracağam səmaya ki, məşhur budur ki, İsa aleyhissalam 4-cü səmadadır. Hər bir peyğəmbərin özü yeri var, İsa aleyhissalam 4-cü səmadadır. Və mutahhirukə və səni təmizləyəcəyəm minəl-ləzīnə kəfəru, kafir olanlardan. Və ca'ilul-ləzīnə təbə'ukə fəvqəl-ləzīnə kəfəru ilə yevmil qiyamə və ca'ilu qərar verəcəyəm. Əl-ləzīnə təbə'ukə sənə tabi olanları qərar verəcəyəm. Nə qərar verəcəyəm? Fəvqəl-ləzīnə kəfəru, kafir olanların üstündə. Sənə tabi olanları, yəni sanki Bəni İsrail 2 qismə bölündü. Sənə tabi olanları, yəni mömin, İsa'nın mömin ardıcılların kafirlərdən üstün edəcəyəm qiyamətə qədər. Kafirlərin üstün edəcəyəm qiyamətə qədər bunun özünün bir təfsiri vardır. Nədir, necədir, necə təfsir olunur? İnşallah gələn söhbətimizdə həmən bu yerdən davam edərik. Çünki orada neçə dənə təfsir deyiblər və mən Deyhəqirində özümün bir baxışım vardı o ayəyə qarşı. İnşallah gələn söhbətimizdə ki, tələsik olmasın, geniş şəkildə həmən məsələyə ki, və ca'ilul-ləzīnə təbə'ukə fəvqəl-ləzīnə kəfəru sənə tabi olanları
o birilərdən, kafirlərdən üstün edəcəm ilə yevmil qiyamə. Thumma ilayya merci'ukum. Sonra hamınızın qayıdışığı mənədir. Fa ahkumu beynakum. Sizin aranızda hökm edəcəyəm. Fima kuntum fihi təxtəlifun. İxtilaf etdiyiniz məsələlərdə sizin aranızda hökm edəcəyim. Nədir, necədir? İnşallah gələn söhbətimizdə bu məsələyə təzədən qayıdacağıq. Elhamdülillah Rabbil alemin və sallallahu ala seyyidina və nəbiyyina Muhammedin və alihi tahirin.